Bəzən bağışlamaq lazım deyil. Daha doğrusu, bəzən bağışlamaqdan daha dəqiq, daha lazımlı addımlar atmaq gərəkli olur. Məsələn, indi sizə söz açacağımız cinayət işində də zamanında kişi qadını bağışlamasaydı, zamanında ayrılsaydılar, boşansaydılar, vəziyyət gəlib bura çıxmayacaqdı. Təəssüf ki, Nurəddin əvvəlcə bağışlamağı seçdi, bəlkə də bağışlamaq lazım gəldikdə, ayrılmaq lazım gəldikdə isə daha ağır bir yola əl atdı. Başlayaq. 2024-cü il mayın 5-i saat 13:30-da Nurəddin Məmmədov yaşadığı evə gəldikdə arvadı Ayşən Məmmədovanın yataq otağında WhatsApp mobil tətbiqi vasitəsilə Sabirabad rayon sakini İbrahim Ağayevlə apardığı intim xarakterli yazışmaları görür. Nurəddin aralarında yaranmış mübahisə zamanı mətbəx otağından hər iki əli ilə boğazından tutub yerə yıxaraq yoldaşını boğur, nəticədə qadın dünyasını dəyişir. Amma bura qədər Nurəddin Ayşənlə daha dəhşətli bəzi məqamlar yaşayıb və bunların üzərindən keçib. Məsələ də elə əvvəldən başlayır. Biz də elə əvvələ qayıtmalıyıq. Nurəddin Məmmədov bildirir ki, 1996-cı ildə Tovuz rayonunda anadan olub və əvvəllər məhkum olunmayıb. Ayşən Məmmədova ilə 2019-cu ildə Qovlar şəhərində tanış olaraq qeyri-rəsmi şəkildə yaşayıblar. Bir ildən sonra rəsmi nikaha daxil olduq. 2020-ci ilin fevralın 2-sində Bakıya köçərək Sabunçu qəsəbəsində kirayə yaşamağa başladıq. 2 oğlan övladımız dünyaya gəldi. 2021-ci ilin yay aylarında ailə üzvlərimlə birlikdə Rusiyanın Perm şəhərinə getdim. Orada fərdi qaydada ticarətlə məşğul oldum. Noyabr ayında Bakıya qayıdaraq ailəmlə Ramana qəsəbəsində kirayədə qaldım. 2022-ci ilin fevralından tanınmış tikinti şirkətində usta köməkçisi işləyirdim. Ailə həyatı qurandan Ayşən heç yerdə işləmirdi. Onun işi yalnız elə uşaqlarımıza baxmaq idi. 2024-cü ilin yanvar ayında gecə saat 1 radələrində ayaq yoluna keçmək istəyərkən yoldaşımın kiminlənsə yazışdığını gördüm. Gecə vaxtı kiminlə yazışdığını soruşanda heç kimlə dedi. Daha sonra isə qonşuda yaşayan Xəyalə adlı qadınla yazışdığını bildirdi. Dəfələrlə telefonu verməsini söyləsəm də arvadım bundan imtina edərək düyməni basıb telefonu söndürdü. Telefonu əlindən alıb yandıranda isə artıq WhatsApp tətbiqinin silindiyini gördüm. Nə üçün belə etdiyini soruşanda Ayşən tətbiqi təsadüfən sildiyini bildirdi. Əsəbləşdiyim üçün telefonu sındırdım. Fevralın axırlarında telefon nömrəsini yenidən aktiv edib WhatsApp tətbiqini yüklədim. Ayşənin 16 kişi ilə yazışdığını aşkar elədim. Nurəddin yazışmalardan birində bir nəfərin arvadından pul istədiyini oxuyur. Digərlərində isə, yəni digər kişilərlə isə yalnız sevgi məzmunlu yazışmalar olduğunu görür. Rayondan qayıdan Ayşəndən bu barədə soruşduqda o heç nədən xəbəri olmadığını deyir və mesajların bacısı Aytənə məxsus olduğunu bildirir. Ayşənə inandım. Aprelin 15-də yoldaşıma yeni mobil telefon aldım. Bir neçə gündən sonra Ayşən xahiş edirəm ayın 29-u rayona getmə məzmunlu mesajı səhvən mənə göndərdi. Evdə bu barədə soruşanda arvadın mesajı güya qardaşının nişanlısına yazdığını dedi. Telefonuna baxıb zəng bölməsində yad nömrə aşkar elədim. Zəng edəndə cavab verən şəxs özünü Elnur adlı adam kimi təqdim elədi və Kürdəmirdə yaşadığını dedi. Təsadüfən Ayşənə zəng etdiyini söylədi. Bu dəfə də Ayşən onu bağışlamağımı xahiş etdi və bir daha belə bir halın təkrarlanmayacağını bildirdi. Mən də azyaşlı övladlarıma görə onu növbəti dəfə bağışladım. Lakin yoldaşımı daim nəzarətdə saxlayıb kimlərlə əlaqə saxladığını yoxlamağa başladım. Ayşənin telefonunun kontaktına qadın adı ilə qeyd etdiyi şəxsləri yoxlayıb əksəriyyətinin kişi olduqlarını aşkar elədim. Aprelin 29-da evdən təxminən 100 metr uzaqlaşandan sonra qulaqcığı götürmək üçün yenidən evə qayıtdım. Evin tinindən baxanda Ayşənin
Yataq otağında kiminlənsə görüntülü danışdığını gördüm. Məni görən arvadım dərhal danışığı dayandırdı. Telefonu əlindən alaraq həmin nömrəyə görüntülü zəng etdim. Cavab verən şəxs məni Ayşənin yanında görən kimi tez əlaqəni kəsdi. Masanın üzərindən bıçağı götürsəm də onu öldürə bilmədim. Əsəbimdən bıçağın dəstəyi ilə başına bir neçə zərbə vurdum. Bir müddət Nurəddin və Ayşənin arasında sözlü mübahisə olur. Ayşənin anasına zəng edir və qızının yarıçılpaq vəziyyətdə kişilərlə danışarkən tutduğunu, ona görə də onu döydüyünü bildirir. Qaynanama Bakıya gəlib övladını nəzarətdə saxlamasını xahiş etdim. Qadın da qızı ilə danışacağını və bir daha belə halın baş verməyəcəyini dedi. Mayın 5-də Ayşə ilə yazışa-yazışa günorta işdən çıxıb evə doğru gəlirdim. Harda olduğumu soruşanda ona yalandan işdə olmağımı bildirdim. Arxa tərəfdən həyətə daxil olaraq qapının qarşısında dayandım və Ayşəni müşahidə elədim. Yoldaşım yataq otağında telefonla kiminlənsə danışırdı. Qulaq asanda onların nə vaxtsa görüşdüklərini, hazırda isə yenə görüşmək istədiklərini başa düşdüm. Otağa girib dərhal telefonu əlindən aldım. Rəşad şofer kimi qeyd edilən şəxslə mesajlarına baxanda onların nə vaxtsa görüşüb hətta cinsi əlaqədə də olduqlarını gördüm. Mətbəxdə söhbət edərkən Ayşənin etdiyi hərəkətlərin düzgün olmadığını izah eləməyə çalışdım. Yoldaşı isə cavab olaraq hərəkətlərinə haqq qazandırmağa çalışıb. Qəzəblənərək əllərimlə boğazından tutub onu yerə yıxdım. Sinəsi üzərində oturub çırpınmasına məhəl qoymadan 2-3 dəqiqə ərzində boğazını sıxdım, saxladım və 2-3 dəqiqə sonra artıq öldüyünü anladım. Şahid İbrahim Ağayev bildirib ki, Ayşən ona əvvəl boşandığını, sonra isə evli olduğunu bildirib. Qadın özü mesaj göndərmədiyi təqdirdə ona yazmamağımı xahiş eləmişdi. Bir neçə dəfə virtual olaraq seksual xarakterli söhbətlər edib öz cinsi ehtiyacımızı təmin eləməyə çalışmışıq. Mayın 5-də WhatsApp tətbiqi vasitəsilə danışmağa başlayandan 10-15 dəqiqə sonra Ayşə ilə əlaqə kəsildi. Bir müddət gözlədim, yenidən ona zəng etdikdə artıq nömrəsinə zəng çatmadı. Məhkəmə iclasında Nurəddin Məmmədov bildirib ki, mobil telefonda Rəşad şofer kimi qeyd edilən kontaktın İbrahim Ağayevə məxsus olmasını bilməyib. Arvadını öldürmək məqsədi olmayıb, telefondakı yazışmaları sübut kimi məhkəməyə təqdim edib, uşaqlarını yoldaşının əlindən almaq istəyib. Ayşə ilə mübahisə edərkən yanlarında heç kim olmayıb. Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Nurəddin Məmmədov 10 il 6 ay müddətində azadlıqdan məhrum edilib.